Salamlar. Bugün sizlərlə Oğuz vlog çəkirəm. Bəli, Oğuza gedirik bu dəfə də. Saçım belə elədiyim buruq-buruq oldu, amma biraz qarışıb bir-birinə. Saat bu dəqiqə. Saata baxaq. 00:21. Və saat 5-də durmalıyıq ki, hazırlaşaq. Saat 7-nin yarısında orada olmalıyıq ki, avtobusa minək. Bu arada anamın iş yoldaşlarıyla birlikdə gedirik bu dəfə də. Keçən dəfə də xalamın iş yoldaşlarıyla birlikdə getmişdik. İnşallah maraqlı keçər. Saat 5-də duracam, açacam, hazırlaşacam. Yəni bir günlük gedirik, qalmayacağıq, gedib qaydacağıq. Belə, hələş. İndilik gecəniz xeyrə qarşı saat 5-də görüşərik. Saat 6-ya qalmış 10 dəqiqədən hər kəsə salamlar. Bəli, dedim 5-də duracam, 6-ya qalmış durduq. Çünki yatıb qalmışıq. Gecə də çünki gecə yuxuya getdik. Həmişə kimi sarısı gedəndə gecə yatmırıq. Saat 4 idi, yuxuya getdim. 6-ya qalın indi durmuşam. Saçım başım aləm dəyib bir-birinə. 7-nin yarısı orada olmalıyıq. Saat 6-dır, yarım saat orada olmalıyıq. Nə geyinmişik, nə saçımı düzəltmişəm. Saçım dedim ki, buruq-buruqdur da. İndi bilməm nə edəcəm. Bərbad gündə qalıb saçım. Əslində 6 yaxşıdır, amma məndə problem üstdədir. Bunu da görüm daraqlı fənlə nə edə bilirəm. Anam saçını düzəldir. Ona kimi əynimi geyinəcəm. Sonra da görüm anama nə kömək edə bilirəm. Deməli çıxmışıq. İndi gedirik maşına minək. Anam da arxada zibil atıb gəlir. Biz arası çıxanda zibilimiz əksik olmur. Hə. Kombinin biri. Belə. Ana. Ana. Güzelliği dağılır. Ki gəlsin tur avtobusumuz. Kollektivimiz. Belə. Belə. Hələ ki, saat 8-in yarısıdır. Bəlkə 15 dəqiqə dələ çıxmışıq yola. Mən dedim yataram 3 saatlıq yolu, amma mümkün deyil. Gəldik səhər yeməyi yeməyə. Restoran Təklə deyə bir yerdir bura. Yerik səhər yeməyinə. Burada belə bir yer var. Səhər yeməkdən necə olmalı? Aləm deyək. Havada aşırı isti var. Bürküdür. Bu maşınlardandır. Baxın o maşında. İsmail'den keçiş əməli şəkildə çəkilməyib. İsmail'də girəndə orada sütunlar var. Baxın, oradan bilirəm ki, aha yoxdur artıq sütunlar. Ən sevdiyim şey geçirir. Oradakı sütunlardan bilirəm ki, artıq biz İsmail'də keçiş etmişik. Baxın, daha yaxından göstərim o sütunları. Baxın bunlar. Bu sütunlardan artıq biz İsmailliyə nəysə, əxir ki, hansısa ad günü idi. Hə, 12. 12 yaşdan bura gəlmişdik. Buradan elə o yadımda qalıb. Keçiş. Deməli, hələ İsmaildayıq. Yox, Qəbələdədir. Hə, İsmail ilə Qəbələnin ortasında deyək. Hə. Abi mənzərəyə bax. Çox qəşəngdir. Hə, deməli telefonumuz zədqası 40% qalıb.
Çünki anamın telefonda yeri yoxdur, həmişə kimi. İstəyir 1 terabayt olsun. Nə qədər vlog çəkir, nə qədər video çəkirsə telefonda yeri qalmır da heç vaxt. Ona görə mənim telefonumdan istifadə edir. Çox sağ olsun. Ona görə də telefonun zədqəsi yoxdur. İnşallah powerbankdan falan çatar. Getdiyimiz restoranda qoymağa yer olar inşallah. Gəldik, düşdük. Oğuz xalxal deyirlər də. Əvvəl tam başqa, yəni karting falan açıblar burada. Və sürüşkən falan var, belə rolling falan. Yəni yatmışdım əməlli maşında. Mənim üçün son zamanlarda problem yoxdur. Hər yerdə yatıram. Maşında yəni. İndi burada karting falan var da, onlara görə alındırıb minə biləcəyik. Baxın, arxamızda belə karting var. Xalxal karting, daha sonra əjdaha var. Karting o Formula 1-2 maşınlara oxşuyur, amma elə deyil də, karting deyirlər ona. Nəysə belə, bu da anam. Biz bura tur şəklində gəlmişik deyə, bütün bir adam başı 2 manata düşür deyə, hər bir adamın pulu yığıldı və bir nəfərdə şu anda, prosta bilmirik kimlərdir şu an. Və həmin adamı gözləyirik ki, gəlsin, piyada keçsə içəri və o biri maşında, biz 2 maşına gəlmişik, sprinterlə, belə deyik. O biri sprinter arxadadır, hələ gəlib çatmamışdı bizə. Yəqin onlardan da pul götürülüb, eləsi falan, biraz 10 dəqiqə falan girərik içəri. Geçirik içəri. 4. Baxın, belə Viking, tir, burada çarpışan arabalar falan. Burada mikrofonda yenidən texniki problem yarandığı üçün səs düşməyib, amma burada deyirəm ətrafı sizlə tanış eləmək istəyirdim. Baxın. Gəldik, günorta yeməyiyə, yeni yatmışdım. Baxın, manqal deyə bir yerdir, belə bir yer. Gördünüz, belə. Baxın, burada deyir ki, men to the left because, deyir ki, kişilər sol tərəfdədir. Çünki women are always right. Qadınlar həm zaman haqlıdırlar, yəni. Right həm sağ deməkdir, həm də düzgün deməkdir də. Deməli, yemək yedik. Biraz burada oynadıq, indi gəldik biraz. Meşəyə şəkil çəkdirək və yaxud da gəzək. Bizim üçün gəzmək, şəkil çəkdirmək, gəzmək bərabər eyni şeydir. Nə vaxt gəzirik və düz yolda belə gəlsə şəkil çəkəcəyik. Nə üçün ki, xoşumuza gəlir. Yəni, təqribən yadda qalan qədər 16 metrdir. Yəni,
saatdir burada ayaqda təqribi. Axır ki, yola çıxırıq artıq evə. Saat 9-a işləyir. Biz elə İsmayılıdan çıxandan hələ yoldayıq. İşıq mavidir. Çox bir qəribə görünür. Dəqiq çəki düzən verim özümə. İndi lap qorxunç göründüm, amma nəysə, boş ver. Deməli, 1 saatlıq hardasa, təqribən 1 saat 10 dəqiqəlik belə yolun tez keçmək üçün bayaqdan yatıram. Durdum tərs içində, ona görə daha yatmadım. İndi də bu yay, hər yay mən bir çay baxam. Keçən yay kırqınçələr idi, bu yay kardeşlərimdir. Dedim, qoyla ona baxım, zaten bir bölüm 2 saatdir. Vaxt çox tez keçib gedəcək də. Elə də gecirik. Bu arada sabahlarda xalam iş yoldaşlarına gedir səhər yeməyinə, uşaqlarına gətirəcəklər deyə. Yenə də mən də gedirəm. Və yəni sabahda yenə səhər yeməyinə gedirəm. Yəni bu yay əməlli gəzmişəm də. Bu il çox yorğun bir il olacaq. Nə mənada dərs baxımından. Yəni çox istirahət eləmişəm deyə həm rahat da keçə bilər, həm yorğunçuluqlu da keçə bilər. Avqustun 31-dən tarix hazırlığım başlayır. Sentyabrın 1-dən riyaziyyatım başlayır. İngilis dilini hələ danışa bilməmişik. Kimi deyirik, məsləhətli müəllimlər 9 götürmürlər. Belə. Şu an məktəbim tərəfdə, ayrı kassa tərəfdəyik. Və çatırıq az qaldı. O çox qəribə düşür, bu işıqla. Yenə bizlikdəyik. Bütün videoların sonu burada bitireyim. Neyse burada bitireyim. Yorulmuşum. Ben de yorulmuşum. Ama maraklıydı. Maraqlıydı ama bir günlük Gelip gelmen yorur adamı. Sen de tam da böyle həzz ala bilmirsən. Bizde işten olduğuna göre, hemşahlardan olduğuna göre bir günlük olur. Ola bilər istəsək bir neçə günlük də təşkil etmək mümkündür, amma bir günlük olduğuna göre dedik gəzək. Ama yorur. Adamı çox yorur. Davamı evdə. İkisi. Duman. Ay Duman. Küsmüsən? Görüm hayatım. Bu biz evde oynayanda birden küsür. Evde çok tez kalanda birden küsür. Oh. Biraz əzişdirdim səni. Ama bağışladım. Ömrümdə bu pozulu yatmaq üçün baba. Söv. Gidin ayağına. Neyse. Məncə qəşəng bir gün idi. Sadəcə hava aşırı isti idi deyə orada biraz bir şey var idi. Mənfi cəhətdə yəni. Amma belə qalın. Hər şey əla idi, süper idi. Bu vlog da burada bitdi. Gələn vloglarda görüşənədək. Sağ olun. Bu arada videomu bəyənib kanala abunə olmağı unutmayın.